Zabir Pərviz. Zabir Pərviz müasir ədəbiyyatımızın böyük şairidir. Mənim üçün çox maraqlıdır. Zabir Pərviz üçün Zabir Pərviz kimdir? Bu suala bir mənalı şəkildə cavab verə bilərəm ki, mən müasir Azərbaycan ədəbiyyatının Əfsirəddin Xaqanisiyəm. Bu gün onun haqqında rezil sərəncamı var. 9 illik yubiləy haqqında. Güman ki, inanıram ki 30-cu əsrdə də mənim haqqımda, 1000 illiyim haqqında cari dövlət başçısının sərəncamı olacaq və mənim də 1000 illik yubileyimi mən sevdiyim insanlar, gələcək oxucularım qeyd edəcək, keçirəcəklər. Çünki mən öz dövrümdə 30-cu əsrdə şahid olacaq. Çox arzulayardım ki, mən onları görəcəm, mən onları təbliğ görürəm. 30-cu əsrdə baş verən yubileydə iştirak edəcəm. Xaqanını da orada dəvətləyəcəm. Sahib Təbrizini də orada dəvətləyəcəm. Ətrafımda əsl adamlar görəcəm. Sağ olun. Gözəl suala görə təşəkkür ederim. Azərbaycanda unikal bir yer var. Kür sahilinin dənizə töküldüyü yer. Kür sahilinin dənizə töküldüyü yer. Həmin yerə gəziyimdə getmişdim. Bu yaxında yenə getdim. Kür sahilinin dənizə töküldüyü yerə. O yeri heç bir şair oraya gedib çıxmıyor. Səməd Vurğun ancaq 54-cü ildə istifi getsin, onda hava şəraiti imkan vermir ki, həmin yerə gitsin. Gedə bilin, qismət olmuyor. O yerə, Kür sahilinin tökülən yerə heç bir şeir həsrli olunmuyor. Yeganə olan tərindən biləyən, şeir həsrləyən mən olmuşam. Və o şeirdən bir mən istəyirəm deyəm. Bu visaldan günəşin də gözlərinə işi düşər. Gözəllikdən kam alaram, nəğmələrim gözəlləşər. Qaynayaram, qarışaram, axar suya, al günəşə, Kürdən zəxməyəm. İsmət oldu, uzun illərdən sonra yenə getdi həmin yerə. Həmin yer dalğa qələmlərin üstündə şəkil çəkdirdi. İnşallah çatar gələcək nəsillərə. Çatar, şeir də çatar. O şeirə də bir 80-ci ildə, 80-ci ildə çap olunmuşdur. Azərbaycan gəncləri qarşısında çap olunmuşdur. 2 dəfə çap edərdilər. Sağ olsunlar, həmin şeiri. Mən öz yaradıcım haqqında nə deyə bilərəm? Bizə şey mənə aydındır ki, mən müasir Azərbaycan ədəbiyyatında özüm yerimi görürüm. Tanik batıb. Burada cənazələr qalıbdı ondan. Motorlu qarda kimsə qışqırır. Burada sağ olan var, qışqıran, mənəm qışqıran. Özümü həmin o filmdə, özümü motorlu qayıqdan qışqıran insanın yerində sayıram ki, görüm kim var, kim var. Sözüm, söz məntin birlik sözdür. Sözün ölməzliyinə inanıram. Söz insanı yaşadır. Söz insanı yaşadır. Böyük nizamidir ki, söz səni sidrada oturan şəxsə çevirir. Şairimizin ən yaxın qələm dostu Qəşəm Nəcəfzadə haqqında fikirlərinizi bilmək istərdim. Qələm dostum Qəşəm Nəcəfzadə haqqında onu deyə bilərəm ki, Qəşəm Nəcəfzadə həm gözəl şair, həm böyük yazıcı, həm də qüdrətli dramaturqdur. Üç sahəni özündə birləşdirən bir insandır. Həm poeziyanı, həm dramaturgiyanı, həm nəsri. Onun hekayələri, misilsiz hekayələri var. Və bir də onun ən böyük uğurlarından biri odur ki, gələcəyin dahi yazısı Kərəmət Böyükçölün valideynə baxar. Sağ olsunlar hər ikisi, ata da oğulla ədəbiyyatımızı təqdim edirlər, gələcəkdən xəbər verir. Kərəmət gələcək minillərin yazısı.